namazda Allahın huzurunda olur. Bu doğrudur, bunu demək. Səlimdir, ibarə səhihdir. Çünki İmam İbn Qayyim rahimehullah Fəvaid kitabında belə bir söz deyir. Deyir ki, insanın Allahın huzurunda iki dayanacağı var. İnsanın Allahın huzurunda iki mövqifən, iki dayanacağı var. Bir, namazda. Demək istəyir ki, insan namazda olanda Allahın huzurunda dayanır sanki, qarşısında, qabağında. İki, qiyamət günü Allahın qarşısında dayanıb cavab verəcək. Və deyir ki, orada Allah rəhmət eləsin, birinci dayanacaq səlim olarsa, haqqını verərsə, birinci dayanacağın, yəni insan namazda haqqını verərsə, namazın haqqını düzgün şəkildə namaz qılarsa, ikinci dayanacaq onun üçün asanlaşar, yüngül olar. Yəni, nicat tapar Allahın qarşısına qiyamət günü dayananda. Yox, əgər birinci dayanacağı bərbad olarsa, birinci dayanacaqda Allahın huzurunda burada dayanmamısansa, yaxud dayanmısan, düzgün dayanmamısan, haqqını verməmisənsə, qiyamət günü Allahın huzurunda dayanmaq çətin olacaq. Belə bir söz deyir Fəvaid kitabında və bu səhihdir, səlimdir. Ona görə insan bu dünyada hər şeydən çox, hər şeydən qabaq namazına dəyər verməlidir, fikir verməlidir, haqqını verməlidir, düzgün qılmalıdır, xuşu ilə qılmalıdır ki, qiyamət günü Allahın qarşısına çıxanda fayda versin. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bilir ki, qiyamət günü insandan ilk soruşulan, fikir ver, müvafiqdir, ilk soruşulan namaz olacaq. Əgər yerində olarsa, digər əməlləri rahat olar. Yerində olmazsa, artıq problemlə qarşılaşacaq. Ona görə hər şeydən qabaq qıldığı namazın, insan qıldığı namazın mənasını başa düşməlidir. Rukunun, səcdənin, qiyamın, o sözlər, hamısını dərk edib qılmalıdır. Amma yoxsa indiki müsəlmanlar, Allah islah eləsin hamımızı, namaz vallahi bir adətə çevrilib bir yana, əyilib qalxmaq. İki, əksər müsəlmanlar qıldığı namazın sözlərinin mənasını bilmir. Əksər müsəlmanlar bilmir ruku nədir, rukuda nə deyir, səcdədə nə deyir, iki səcdə arası nədir, təşəhhüd nədir, qiyam nədir, səcdə nədir, başa düşmürlər. Ona görə çox təəssüflər olsun ki, o namazdan qiyamət günü nə qalacaq insana bilmirsən. Çünki insan xuşu ilə namaz qılanda insana fayda verəcək. Xuşusuz namaz qılmaq insana fayda verməyəcək. Hətta vallahi bəzi alimlər deyiblər ki, sarih, açıq aydın, xuşusuz namaz qılmaq sayılmır. Xuşusuz namaz batildir. Yaxud o qılınan namazın heç bir faydası, savabı yoxdur. Qiyamət günü gələcəksən, heç bir savabı yoxdur. Ona görə ən birinci şey diqqət ediləsi budur.